Здравствуйте еще раз. Меня зовут Джунейд Ганбаров. Я ученик 10 класса в школе АДА по программе международного бакалавриата. В общем, сегодня пришел забирать медали с Олимпиад. На ФИСу по математике я выиграл золото, на Олимпиаде Гижимат я выиграл бронзу, и на стемку я выиграл серебро. Сегодня у меня 3 медали. В общем, хочу выразить свою благодарность своим учителям. Это учителю математики в школе АДА Бурхан Мялиму, моей другой учительнице Валиде Ханум по математике. Также хочу сказать спасибо своим родителям, всем, кто меня поддерживал. Этот успех без них не был. Большое спасибо. Salam, mənim adım Kazım Zülfüqardır. Mən bu yarışmada qazanan medal aldığım üçün ən çox mənim həmişə arxamda olan müəlliməmə təşəkkür etmək istəyirəm. Salam, mən Həmidə Fatih Sumqayıt şəhər 16 nömrəli məktəbin 2-ci sinif şagirdiyəm. Bu mənim ilk medalımdır. Ona görə bu mənə çox dəyərlidir. Düşünürəm ki, gələcək uğurlarımın başlanğıcı olacaq. Müəlliməm İradə müəllimə ilə valideynlərimə təşəkkür edirəm. Mən Cəfərli Fərid Fərhadoğluyam. Mən FİSO bilik yarışında riyaziyyat üzrə 1-ci yerə çıxmışam. Mən TTL-də oxuyuram, 4A sinifində. Mən öz Gülarə müəlliməm və digər müəllimlərim, arxamda duran müəllimlərə təşəkkür edirəm. Salam, mən Nəzmi İbrahimli Şahinoğlu. Mən Sumqayıt şəhəri 11 nömrəli məktəbdə oxuyuram və mən FİSO Riyaziyyat Olimpiyadasından 1-ci yerə çıxmışam və buna görə mən valideynlərimə və müəlliməmə təşəkkür edirəm. Salam, mən Cəlal Hacıyev, Səttar Bəhluzad adına Xaricilər Təmayüllü Gimnaziyanın 8D sinif şagirdiyəm. Bu il qatıldığım 5 olimpiyadada, beynəlxalq olimpiyadadan hamısından qızıl medal qazanmışam. Bunlardan biri də FİSO beynəlxalq riyaziyyat olimpiyadasıdır. Buradan mənə dəstək olan valideynlərimə, başda məktəbimizin direktoru Xəyrə müəllim olmaqla mənə dəstək edən bütün müəllimlərə təşəkkür edirəm. 3 nömrəli məktəb liseyin 2A sinifində oxuyuram. Mən FİSO yarışmasında qızıl medal qazanmışam. Buradan mən müəllimlərimə, xüsusilə də Bağırova Vəfa müəllimimə buradan öz təşəkkürümü bildirirəm. Salam, mən Gənc İstedadlar Liseyinin 6-cı sinif şagirdi Tuncay Şirinli. Təbiət elmlərinə böyük həvəsim var. Mən elə buna görə də FİSO Olimpiyadasına qatıldım və qızıl medala layiq görüldüm. Mənim üzərimdə əməyi keçən bütün müəllimlərimə, valideynlərimə və təşkilatçılara təşəkkürümü bildirirəm. Mən Məcidli Nuray, 27 nömrəli məktəbdən qatılmışam FİSO riyaziyyat imtahanına və burada gümüş medal qazanmışam və bu imtahana həyəcanlı idim gələndə və bu təşəkkürümü də mən anama, yəni ailəmə və məktəb müəllimlərimə, əsasən də riyaziyyat müəllimlərimə təşəkkür edirəm. Salam, mən İnci Gün. Salam. Mən deyəni başlayırsan. Salam, mən İnci Gün Məmmədova. Mən 283 nömrəli tam orta məktəbin 2C sinif şagirdiyəm. Mən FİSO Riyaziyyat Olimpiyadasında 2-ci yerə layiq görülmüşəm. Bunun üçün mən valideynlərimə və müəlliməmə çox təşəkkür edirəm ki, mənim bu 2-ci yerə layiq görülməyə üçün çox böyük bir əməkləri olub onların da. Əsasən Afiqə müəlliməmə mən çox təşəkkür edirəm. Çünki o əgər olmasaydı mən heç bir şeyi bilməzdim. Salam, mən Orucov Ramal, 288 nömrəli tam orta məktəbin 7D sinifində təhsil alıram. Mən hal-hazırda FİSO Riyaziyyat Olimpiyadasında gümüş medalçıyam. Bundan qabaq TÜMO və OMA Olimpiyadalarında da medalçı olmuşam. İnşallah ki, gələn dəfəki Olimpiyadada qızıl medal alaram. Меня зовут Гасан Гасанов. Я учусь во 2 классе в Ландау Нерманов. Я благодарен своей маме и я без подготовки пришел и получил первое место по ФИСу. И я учусь во 2 классе в 2N2 в Ландау. Mən Nərman Nərmanov adına 45 nömrəli tam orta məktəbin 4B sinif şagirdi Cəfərzadə Məryəməm. Mən FİSO Riyaziyyat Olimpiyadasından gümüş medal qazanmışam. Əslində mən bunu özümdən gözləmirdim. Sualların çətin olmasına baxmayaraq mən buradan gümüş medal qazandım. Bunun üçün sinif rəhbərim Tamilla xanıma, valideynlərimə və dahi akademiya müəllimlərimə
Yəni Cəsarət müəllim və Əli müəllimə çox təşəkkür edirəm. Mən Novuzova Solmaz 120 nömrəli tam orta məktəbdə oxuyuram. Mən bu vaxta kimi bir çox uğurlar qazanmışam. Bu uğurlarımdan biri də FISO Riyaziyyat Olimpiyadasında gümüş medalımdır. Bunun üçün əslində mən bunu qazanacağımı gözləmirdim. Bunu mənə qazandıran müəllimlərimə, valideynlərimə öz təşəkkürümü bildirirəm. Mənim adım Məcbərdir, soyadım isə Məmmədzadədir. Mən FISO Olimpiyadasında gümüş medal qazanmışam və bu gümüş medal məntiqdəndir. Məntiq çox asan idi, yenə də mən gümüş medal aldım. Mən Əhmədzadə Azay. Mən FISO yarışmasında birinci yer olmuşam və ona görə də mən 4-cü sinifim və ona görə də hər il çalışacağam ki, bundan yaxşı nailiyyətlər əldə edeyim. Salam, mənim adım Dəniz, soyadım Qurbanova. Mən FISO imtahanında 2-ci yer tutmuşam, gümüş medalını. Zeynə müəllimə təşəkkür edirəm. Bu qədər. Salam, mənim adım Dəniz, soyadım Qurbanova. 3 rus sinifində oxuyuram. Zəngi lisey məktəbində Zeynə müəllimə təşəkkür edirəm. FISO imtahanında riyaziyyatdan 2-ci yer tutmuşam, gümüş medalı. Mən Əhmədzadə Azay, 4-cü sinif şagirdiyəm. Riyaziyyat mənim ən sevdiyim fəndir. Ona görə də bu il mən FISO məstdən gold medal almışam və bundan sonra da çalışacağam ki, bundan yaxşı nailiyyətlər əldə edeyim. Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz valideynlər və sevimli şagirdlər. Sizi FISO Riyaziyyat, Elm, Cihmət yarışlarının qalibləri üçün təşkil olunan bu möhtəşəm mükafatlandırma mərasimində salamlamaqdan böyük qürur və sevinç hissi keçirik. Bugün burada yalnız medallar və diplomlar təqdim olunmur. Bugün biz əzmkarlığın zəfərini, zəkanın gücünü və yorulmaz çalışmanın bəhrəsini qeyd edəcəyik. Hər bir iştirakçımız istər qalib olsun, istər finalist bu səhnəyə bilik və iradə ilə gəlib təbii ki. Onların hər biri bizim üçün qalibdir. Ona görə də bu uğurlarına görə, nailiyyətlərinə görə gəlin onları ürəkdən alqışlayaq. Əziz dostlar, tədbirimizə başlamazdan öncə hamınızı Azərbaycan Respublikasının dövlət himnini dinləməyə və vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda eləmiş şəhidlərimizin, eləcə də ümumilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edirik. Təşəkkür edirik. Vətənimizə və Azərbaycanın parlaq gələcəyinə həsr etmiş müdrik rəhbəridir. Onun təhsilə, elmə və gənclərə olan sonsuz sevgisi və diqqəti bugün də bizim yolumuza işıq tutur. Bizi daha böyük məqsədlərə doğru ilhamlandırır, ruhlandırır. Heydər Əliyev deyirdi, təhsil millətin gələcəyidir. Məhz bu yanaşma ilə bugün burada istedadlı, savadlı və vətənpərvər gənclərin uğurlarını biz sizinlə birlikdə qeyd edirik. Gəlin onun əziz və unudulmaz xatirəsini ehtiramla yad edək, dərin minnətdarlıq hissi ilə həyat yoluna nəzər salaq. Diqqət ekrana.
1923-cü il mayın 10-da qədim Naxçıvan torpağında dünyaya gələn Heydər Əlirzoğlu Əliyev 20-ci əsrin və bütöv Azərbaycanın tarixində dərin iz qoymuş bir lider, müstəqil dövlətimizin memarıdır. Onun adı Azərbaycan xalqının müdrikliyi, əzmkarlığı və tarixi yaddaşına olan sədaqəti ilə həmişəlik birləşib. Ümumilli lider Heydər Əliyevin həyat yolu sıradan bir siyasi fəaliyyət deyildi. Bu, xalqına dərindən bağlı olan bir insanın taleyi idi. Gənc yaşlarından təhlükəsizlik orqanlarında çalışmış, dövlət idarəçiliyində yüksək pillələrə yüksəlmiş. SSR-nin siyasi rəhbərliyində xüsusi nüfuz qazanmış Heydər Əliyev, müstəqil Azərbaycanın taleyi yüklü anlarında yenidən xalqın çağırışı ilə hakimiyyətə qayıtdı. 1993-cü il, onun Bakıya qayıtdığı gün Azərbaycanın siyasi və ictimai həyatında yeni bir başlanğıc oldu. Bu, ölkənin taleyində dönüş nöqtəsi idi. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Amma bu böyük şəxsiyyətin fəaliyyətində xüsusi bir yer vardı. Təhsil. O deyirdi: cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Bu sadə, lakin dərin mənalı fikir Heydər Əliyevin bütün fəaliyyəti boyu təhsilə verdiyi əhəmiyyətin simvoludur. Ulu öndər üçün təhsil yalnız məktəb divarları ilə məhdudlaşmırdı. O təhsili vətənpərvər və məsuliyyətli vətəndaş yetişdirməyin yolu sayırdı. 1970-80-ci illərdə onun rəhbərliyi ilə Azərbaycanda yüzlərlə yeni məktəb, texniki peşə və ali təhsil müəssisəsi tikildi. Həmin illərdə minlərlə gənc SSR-nin qabaqcıl universitetlərinə göndərildi. Azərbaycanın intellektual potensialı formalaşdırıldı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Heydər Əliyev təhsili dövlətin prioritet sahəsi elan etdi. İlk təhsil strategiyası hazırlanaraq həyata keçirildi. Prezident təqaüdləri təsis olundu. Yeni məktəblərin inşası, dərsliklərin hazırlanması və müəllimlərin sosial statusunun artırılması istiqamətində mühüm addımlar atıldı. O bir çıxışında deyirdi: təhsilimizin məqsədi yalnız savad vermək deyil, dövlətinə, xalqına, ənənələrinə sadiq vətəndaş yetişdirməkdir. Bu fikirlər bugün də Azərbaycanın təhsil strategiyasının əsasını təşkil edir. Heydər Əliyevin təhsil siyasəti bir tək dövr üçün deyil, gələcək nəsillərin yetişməsi üçün yaradılmış bir yol xəritəsidir. Onun qoyduğu bu möhkəm təməl bugün də Azərbaycan təhsilini irəli aparır, savadlı, vətənpərvər və qlobal düşüncəli gənclər formalaşdırır. Bugün, mayın 10-da, Ulu Öndərin doğum günündə biz onun xatirəsini və mirasını yalnız minnətdarlıqla xatırlayırıq. Onun ideyaları yaşayır və yolumuzu işıqlandırır. Ruhunuz şad olsun, cənab ümumilli lider. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Sevgisi bugün de hamımız için örnektir. Doğrudan da çapda da deyildiği kimi o elə bir xəritə hazırlayıp bir yol çekip ki bugün bak burada gördüğümüz gençlerimizin, yeniyetmələrimizin, şagirdlərimizin çoxu elə o yolla devam edirlər və Azərbaycanın adını inanırıq ki gələcəkdə çox yüksək zirvələrdə edəcəklər, bayrağımızı dalgalandırılacaqlar. Ulu Öndər Heydər Əliyevin həyat və irsinə həsr olunan videoçap bize bir daha hatırlattı ki milli kimliyimizə və dəyərlərimizə sahip çıkmaq bu torpağın övladları için hem bir məsuliyyətdir, hem de büyük bir qürurdur. Bu dəyərləri yaşadan, onları sənət diliyle ifade edenlerden biri de məhz bizim rəqqaslarımızdır. O rəqqaslar ki bizim milli rəqslərimizi təkcə Azərbaycan səhnələrində deyil, dünyada nümayiş edirlər və təbii ki rəqslərimiz də bizim tariximizdən, keçmişimizdən və kimliyimizdən xəbər verir, əziz dostlar. İndi isə sizi Azərbaycanın zəngin mədəniyyətini və ruhunu əks etdirən milli rəqs nümunəsi ilə tanış edəcəyik. Rəqs qrupumuzu
səhnəyə dəvət edəcəyik. Amma bundan öncə bir xatırlatma edeyim sizə dostlar. Deməli, bizim hazırda tədbirimiz Global Olympiad Center'in rəsmi Instagram səhifəsində canlı yayımlanır. Kim izləyirsə izləsin, izləməyənlər bilməyənlərə xəbər eləsin və arzu eləyən, burada olmayan hər kəs də izləyə bilsin. İndi isə sizi Milli Azərbaycan rəqsini izləməyə dəvət edirik. Alqışlarınızla. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
yaşasın. Azərbaycan xalqı, Qarabağ, Azərbaycandır. Dostlar, bir daha alqışlayaq rəqqaslarımızı. Çox sağ olun. Bir neçə dəqiqə ərzində Odlar yurdunun o gücünü, qüdrətini, bizim oğullarımızın igidliyini, xanımlarımızın nəcibliyini, incəliyini bizə nümayiş elətdirirlər. Əbəs yerə demirlər ki, bir xalqın xarakterini əgər bilmək istəyirsənsə, sən mütləq onun rəqslərinə baxmalısan, musiqilərini dinləməlisən. Çox sağ olsun dostlarımız. Gəlin bu gözəl mərasimi elmin işığı ilə başlayaq. FİSO elm yarışması ilə. Elm sadəcə faktları əzbərləmək deyil təbii ki. Elm sual vermək cəsarətidir, şübhə ilə düşünmək mədəniyyətidir, kəşf eləməyə can atmaq əzmidir. FİSO elm yarışması da məhz bu düşüncə tərzini təşviq edir. Bu yarışma vasitəsilə şagirdlərimiz yalnız nəzəri biliklərini yoxlamırlar. Həm də dünyanı anlamağın yollarını, təbiətə yeni gözlə baxmağı, hadisələrin səbəbini və mahiyyətini dərk eləməyi öyrənirlər. Bugün burada mükafatlandırdığımız hər bir iştirakçı gələcəyin tətbiqatçısıdır, alimidir. Bəlkə də onların indi qurduğu sadə suallar sabah bəşəriyyətin ən böyük problemlərinə cavab olacaq. Onların araşdırmaları bir gün ekoloji fəlakətlərin qarşısını alacaq. Müalicə yolları tapacaq, texnoloji irəliləyişlərə təkan verəcək. Çünki elm cəmiyyətin inkişafının mayasıdır və siz bu mayanı daşıyan gələcəyin ümidisiz. Özünüzü alqışlayın dostlar. Əziz qonaqlar, indi isə gəlin bu önəmli günün mənasını daha da dərinləşdirmək və tədbirimizə dəyər qatan hörmətli qonaqlarımızdan fikirlər alaq. İlk olaraq açılış nitqi üçün Global Olimpiad Center'ın direktoru hörmətli Xəyal İbrahimzadəni səhnəyə dəvət edir. Xəyal bəy, FİSO və digər beynəlxalq yarışmaların əhəmiyyətindən həm də qarşıda bizi gözləyən yeni elmi tədbirlər və layihələrdən bəhs eləyəcək. Alqışlarımızla. Əziz dostlar, hörmətli valideynlər, hər birinizi xoş gördük, xoş gəlmişsiniz və sizləri bu günləri bu səhnədə görmək, sizləri qiymətləndirmək, əziyyətinizin bəhrəsinin, belə deyək də, zəhmətinizin bəhrəsinin qiymətləndirmək bizim üçün həqiqətən də xoşdur və sizin kimi istedadlı balaların qarşısına çıxış etmək həm həyəcan verici, həm də eyni zamanda qürur verici bir hadisədir. Və inanıram ki, gələcək Azərbaycanımızın və dövlətçiliyimizdə siz vacib yerləri tutacaqsınız. Bugün başlanacaq nailiyyətlər, kiçik-kiçik başlayan bu nailiyyətlər axırda ən böyük nailiyyətlərə çevriləcək və sizin səsiniz dünyanın ən yüksək yerlərindən gələcək və biz buna əminik və daim də buna əmin olmağa davam edirik. Belə ki, sizlərin sayəsində artıq Azərbaycanımız bir sıra beynəlxalq tədbirlərə və bir sıra beynəlxalq yarışmalara ev sahibliyi edəcək. Bu da sizin istedadlı balaların göstərdiyi performansdan və göstərdiyi bilik savaşındandır. Yaxın zamanlarda biz Global Olimpiad Center olaraq başqa böyük bir beynəlxalq təhsil olimpiyadasının final mərhələsində Azərbaycanda olduğunu sizə açıqlayacağıq. Hal-hazırda bu prosedurlar bitib və digər prosedurları icra edirik. İnternational Ekonomik Olimpiyatda bilirsiniz, amma ondan da sizin daha çox sevdiyiniz fənlər üzərindən biri olacaq. Və inanıram ki, Azərbaycan komandası ev sahibi ölkə kimi daha çox iştirak edəcək və yüksək nailiyyətlər əldə edəcəkdir. Mən bu günləri istəyirəm ki, bizim qısa olaraq sizə nədən danışım. Bilirsiniz ki, ayın 18-də Global Olimpiad Center olaraq biz Kanada Təhsil Nazirliyi ilə bir müqavilə imzaladıq və beynəlxalq səfirlər proqramı var, məktəbli səfirlər proqramı var. Yəqin siz bunu eşitmişsiniz və yaxud da ki, digər ölkələrdə olan həmyaşıdlarınızdan bunu duymuşsunuz. 70-dən çox ölkə buna qatılır və burada olan şagirdlər öz məktəb təhsilini bir illik həmin ölkədə davam elətdirirlər. İlk olaraq Kanada Təhsil Nazirliyinin Kanada İnstitutu tərəfindən yaradılmış CELS beynəlxalq ingilis dili imtahanını verirlər. Bir növ sizə deyək, IELTS-ə bənzəyir, Duolingo'ya bənzəyir, dil imtahanına bənzəyir və həmin imtahan növlərində, amma bu daha böyük siniflər üçün, yəni söhbət CELS-in qəbulu sizin beynəlxalq məktəbli proqramında iştirakınıza icazə verəcək. Bir il müddətində şagirdlər gedəcəklər Kanadaya, seçilmiş şagirdlər təhsil alacaqsınız orada. Dövlət tərəfindən təyin olunmuş ailələrdə qalacaqsınız. Bir il Azərbaycana gəlmək olmaz, həmin seçilən şagirdlər gələ bilməzlər. Bu qaydadır. Və siz bir il orada 70-dən çox ölkədə olan sinif yoldaşlarınız olacaq. İtaliyadan, Almaniyadan, Nigeriyadan, dünyanın müxtəlif ölkələrindən, hər yerdən olacaq, bütün qitələrdən. Bir növ sizin ailələriniz olacaq.
Biz bu beynəlxalq məktəbli proqramını Azərbaycana gətirməkdə məqsədimiz onların da sloqanına əsasən dünya sinifiniz olsun şüarına belə deyək, hashtaglə biz də qoşulduq. Biz də istəyirik ki, Azərbaycanlı şagirdlərimiz dünya onların sinifi olsun və Global Campus Centrolarda məqsədimiz Azərbaycan şagirdləri dünyaya tanıtdırmaqdır ki, bu yöndə sizə dəstək ola və gələn il üçün ayrılmış kvota yeri ayrılıb müəyyən sayda və inanıram ki, ölkəmizin şagirdləri ora gedərək Azərbaycanın mədəniyyətini, dilini, tarixini və eyni zamanda ən böyük bizim nailiyyətlərimiz ora xatırlayacaq. Sizi biz ora İngilis dilini mükəmməlləşdirib və yaxud da ki, ora sadəcə sizin şəxsi uğurlarınız üçün yox, Azərbaycanı təbliğ etmək üçün sonra göndəririk və inanıram ki, komandada xeyli insan Azərbaycanı tanıtdıracaqsınız, bura xeyli insanları gətirəcəksiniz. Orada olan dövlət nümayəndələrinə, orada olan istedadlı gənclərə, şəxslərə Azərbaycanı məsləhət görəcəksiniz. Ölkəmizi tanıtdırır, təhsil ölkəsi kimi onları yadında saxlayacaqsınız. Və bizim belə də qarşılığına sizi dəvət edirəm. Səs rejissorumuza xahiş edirəm, biraz səsi, biraz alardı, arxa plandakı səsi. Və dəyərli dostlar, hər çıxışımda bir sizdən xahişim olur, sizdən ricam olur. Daimi yolda bizə dəstək olan valideynlərimiz bizim həmişə yanımızda, onların əli isə bizim çiynimiz üzərindədir. Bugün də sizdən arxada, bəziləri isə yuxarıda əyləşiblər. Gəlin əziz balalar, geriyə dönək və öz valideynlərimizi almışda öz təşəkkürümüzü edir. Gözəl halda övladlarınıza əl sallamaq, inanıram ki, bir gün gələcək, onlar ən böyük kürsülərdə olanda da siz səhnədə onların çıxışını dinləyərkən də belə əl sallayacaqsınız. Amma bir şey də var ki, gərək müəllimlərimizi unutmayaq. Onlar bizim ikinci valideynimiz, eyni zamanda bizə yol göstərənlərimizdir. Onlar olmasa biz bu işinə gedib çata bilmərik. Onlar olmasa nailiyyətlər əldə edə bilmərik. Hər birimizin sevimli müəllimi var. Bəlkə də bugün Instagramdan canlı yayını izləyib, bəlkə bugün bura gəlib. Bəlkə də sizin çəkdiyiniz foto şəklini paylaşıb sizinlə qürur duyulduğunu söyləyəcək. Gəlin öz müəllimlərimizə canlı gönüldən bir alqış eləyək onlara təşəkkür. Belə mən artıq yavaş-yavaş sözümü bitirəcəm, amma sözümü bitirməmişdən öncə bizi bilirsiniz ki, istedadlı şagirdlərimiz üçün biz bir əməkdaşlığa başlamışıq və həmin əməkdaşlıq əsasında Star Kollecdə bir əməkdaşlığımız var ki, öz ingilis dilini, öz IELTS səviyyəsi almaq istəyirsə, SAT dili oxumaq istəyirsə, hətta onlar bir hədiyyə də verirlər. Biz onlar bilir ki, hər dəfə onlar nəsə biz istəyirik ki, onlar hədiyyə eləsin, onlara çox sağ olsunlar ki, bu hədiyyələri canı könüldən verirlər. Mən inanıram ki, bu fürsətdən yararlanacaqsınız. Star College həqiqətən də ölkəmizdə ən yaxşı, yəni bu işləri görən peşəkar bir müəssisədir. Onlardan Nadir bəy buradadır. Nadir bəy, sizə bu səhnəyə dəvət edək, görək bizim uşaqlar necə xaricdə oxuya bilərlər. Baxda təşəkkür edirəm, çox sağ olun, pedala verdim. Əziz dostlar, hörmətli valideynlər, əziz şagirdlər, mən Nadir Həsənov, Star College səhnədə rəhbəriyəm. Biz 2021-ci ildə fəaliyyətə başlamışıq. 4-cü təhsil ilimizi 4-cü mərkəzimizdə qeyd etdik. Bu illər ərzində bizim yüzlərlə tələbəmiz dünyanın top universitetlərində təhsil alırlar və onların təhsil almasını biz böyük bir şərait yaratmışıq. Əlbəttə bizim burada 15 nəfərdən ibarət xaricəsi komandamız fəaliyyət göstərir. Sizin top universitetdə təhsil almanız üçün bu komandaya əsas lazım olan beynəlxalq sertifikatlardır və olimpiada nəticələridir. Bu nəticələri əldə edərək siz həm universitetlərdə, həm endirimli təhsil ala bilirsiniz, həm xüsusi burslar qazana bilirsiniz və təqaüd proqramına yararlana bilirsiniz. İlk olaraq Eşrəf bəy və Xəyal bəy sizlərə təşəkkür edirik. Bu şəraiti yaratdığınıza görə tələbələrimiz üçün. Bizim bu illər ərzində tələbələrimiz dünyanın top universitetlərinə qəbul olurlar. Amerikanın, Türkiyənin, Çinin və Avropanın top universitetlərinə qəbul olurlar. Bu sertifikatları əldə etməsi üçün tələbələrin ilkin olaraq bu olimpiadada başlaması çox böyük bir uğurdur və sizlər valideynlər sizə təşəkkür edirik. Daim valideynlər olaraq tələbələrimizin arxasında durduğunuz üçün, onları dəstəklədiyiniz üçün və əsasən də siz şagirdlər. Sizə təşəkkür bildirirəm. İstirahətinizə, əyləncənizə ayırdığınız vaxtı təhsilinizə ayırmışsınız, boş vaxtlarınızı təhsilə ayırmışsınız və öz biliklərinizi inkişaf etdirmək üçün bu olimpiadada iştirak etmişsiniz. Sizə təşəkkürümüzü bildiririk. Ümumilikdə dilimizin bildirdiyi kimi təhsil milləti gələcəkdir. Oxumaqdan çəkinməyin, müəllimlərinizə sual verməkdən çəkinməyin və daim
öz üzərinizə inkişaf etdirin. Və Elşad bəy və Xəyal bəy də qeyd etdiyi kimi, hədiyyələrimizdən əlavə biz xüsusi endirim kuponlarını təqdim etmişik və bizim mərkəzlərimizə yaxınlaşaraq bu kuponlardan istifadə edərək xüsusi endirim proqramımızdan istifadə edə bilərsiniz. Təşəkkürlər. Çox təşəkkür edirik. Eşitdiniz də, nə gözəl xəbərlər, müjdəli yeniliklərdən məlumat verdilər bizə. Xəyal bəy nə qədər gələcək layihələrdən söz açdı. Alqışlayaq. Qızıl medalçıları alqışlarımızla səhnəyə dəvət edirik. Gəlin, günün qəhrəmanları, qalibləri, bizim balaca, amma istedadlı dostlarımız. Səhnədə sizi gözləyirik. Gəlin, gəlin, yaxınlaşın, aferin sizə, əhsən sizə, gələcəyin parlaq ulduzları. Mən də dəqiqdən Qızıl medalçılarımızı alqışlayacaqsınız, alqışlar dayanmamalıdır. Onlar dayanmadılar çünki, onlar əziyyət çəkdilər, onlar oxudular, olimpiyadalarda iştirak elədilər və qızıl medalın sahibinə çevrildilər. Aferin, hər birinizə ayrı-ayrılıqdan təbriklər. Tuncay Şirinli'ni alqışlayırsınız, bravo! Turgut Osmanlı hiç de ondan geri kalmır, kızıl medalçıdır. Alqışlarınız. Mikail Əskər üçün görək necə alqış səslənəcək. Mikail, təbriklər. Medallarımız hədiyyələrimizdən təbii ki təqdim olunur. Seyid Mustafa Soy, Murad Recebov, Seyid Amal Saralidze, Suat Şxalizade, Rüstem Axundzade, Seyid Mahmudov, Serxan Səmədov, Fərid Məmmədov, Məhəmməd Allahverdiyev, Fərid Cəfərli, Aliya Nəbiyeva, alqışlayan qızıl medalçılarımızı. Aferin bizim dostlarımıza, əhsən. Dostlar, uğurlarınız davamlı olsun, səsiniz həmişə zirvələrdən gəlsin. Bu hələ başlanğıçdır, bu hələ ilk addımlardır. Gələcəkdə inanıram ki, sizin daha böyük uğurlarınızı, nailiyyətlərinizi qeyd eləyəcəyik, təbrik eləyəcəyik. Qızıl medalçılarımızla bir xatirə foto şəkli. Və onlara təşəkkürlərimiz. Çox sağ olun. Dostlar, çox sağ olun. Təbrik edirik. Və vaxt itirmədən gümüş medalçılarımızı səhnəyə dəvət edirik. Təbii ki, alqışlarınız onları müşahidə eləməlidir ki, daha ürəklə səhnəmizdə yer alsınlar. Gəlin dostlar, gəlin, 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 gəlin. Təbrik edirik sizin hər birinizi. Çox istedadlısınız, çox uğurlusunuz. Və alqışa layiqsiniz, təbrikə layiqsiniz. Təbii ki, dostlarımızın valideynlərini alqışlayırıq, dostlarımızın müəllimlərini alqışlayırıq və əzmkarlıq göstərən özlərini alqışlayırıq. Büşra Şahkərimi alqışlayırıq. Nazənin Məmmədli, Ünal Əliyev, Amin Tahirli, Əli Abdullayev, Toğrul Zeynalov. Alqışlarımız, təbriklərimiz. Süleyman Əliyevi də alqışlayaq dostlar, alqışlayaq. Qızıl medalçımızdır. Onların arasında bir neçə sertifikat, bir neçə diplom qazanan dostlarımız da var. Təbrik edirik, xatirə şəkli çəkdiririk və təşəkkürümüzü bildiririk iştirakçılarımıza, qaliblərimizə. Uğurlarınız davamlı olsun dostlar. Gələcəyə ışıq saçın. Parlaq gələcəyimiz sizin əllərinizdə. Təbrik edirik.
Heç bir fərqi yoxdur. Hamısı qalibdir bizim üçün. Cüneyd Qəmbərov alqışlayırıq. Fatimə Əliyeva üçün səslənsin alqışlarınız. Murad Mirzəzadə. Orxan Adıgözəlov. İnci Cabbarlı. Ömər Şahkərim. Alqışlayırıq dostlar. Gəlin belə təsəvvür edək ki, sizin alqışlarınız onların gələcək hədəfləri üçün motivasiyadır. Bəlkə onu daha ürəkdən alqışlayarlar. Ay bravo, çox sağ olun, təşəkkür ederim. Çünki onlar dayanmadan əzm göstərərək çalışırlar. Bəlkə nə vaxtsa dincəlməyirlər, istirahət eləməyirlər. Bəlkə boş vaxtlarını məhz təhsilə yönəldiblər. Amma nəticə göz qabağındadır və çox gözəl nəticədir. Və bu hələ başlanğıcdır. Onların umumları qarşıda. Sizə motivasiya verin. Bax, onu təbrik edin. Üzünü çevir. Zəhmət olmasın. Fərid Cəfərli, Məhəmməd Məmmədli, Qabil Mənişov, Əli Heydərli, Sübhan Milizadə, Fəxri Nuriyev, Ləman Tağızadə, Kamal Əsədli, Murad Mirzəliyev, Dilbər Xəlilova, Nəcmi İbrahimli, Yusif Qurbanov, Zülfüqar Kazımlı, Şəfi Salamov, Fatih Həmidov. Alqışlayırıq dostlarımızı, birlikdə hamısını. Təbrik edirik dostlar. Bilirsiniz də, uğurlarınız özünüzdən qat-qat böyükdür. Yaxşı ki varsınız, yaxşı ki Azərbaycanın bu qədər istedadlı gələcəyi var. Biz inanırıq ki, gələcəyimiz etibarlı yerlərdədir. Yolunuz həmişə şirin olsun. Təbrik edirik sizi. Dadaşov, Nicat Fərəcli, Nigar Fərəcli, Zahirə Nəcəfzadə, Cəlal Hacıyev, Muhammed Mürsəlzadə, Bağdagül İmanova, Özcan Məcidov, Novruz Əliyev, Xədicə Həsənova, Nihat Şəhəmmədi, Adil Mustafayev, Fatimə İvazlı, Murad Məmmədli, Ömər Aslanov. Alqışlayırıq dostlarımızı. Fatih Qasımlı, Həsən Həsənov, Aysu Əzimova, Məryəm Hüseynova, Məlahət Hüseynova, Əmir Amir Xudiyev, Natavan İlyaslı, Tamirlan Zeynalov, Fərhad Osmanov, Amir İbrahimzadə, İmran Quliyev, Kənan Quliyev, Balabəy Musayev, Vaqif Əlizadə, Ümid Əfqanlı, Murad Qarayev, Cəmil Məmmədli, Leyli Məmmədova, Rəsul İminli, Seyid Abbasov, Əhliman Gülməmmədli, Gülarə Kərimli, Fatih Malikli. Alqışlayırıq. Bravo!
Murad Mirzəzadə, Yusif Abbaslı, Cahangir Qasımov, Solmaz Vəlicanova, Sevda İsmailzadə, Banu Mahmudlu, Fatimə Quliyeva, Polad Sadıqzadə, Toğrul Zeynalov, Sadiq İspanov, Mustafa Şıxlinski, Seyid Əhməd, Ayşə Mirzəzadə, Yunis Ağayev, Anar Əliyev, Yusuf Heydərli, Fərid Alxasov, Cahid Qasımlı, Özgür Əliyev, Banu Abbaslı, Əlican Hüseynli, Azay Əhmədzadə. Alışlayan dostlarımızı rica edirik. Hər biri ayrı-ayrı təbrik edirik, alışlayırıq. Ömer Sultan, İnci Əliyeva, Narin Daşdıyeva, Mətləbxan Əliyev, Məryəm Cəfərzadə, Ayşən Məmmədli, İbrahim Səfərov, Gülay Abdullazadə, Ramal Orucov, Ramil Rızayev, Nilay Zeynalova, Uğur Məmmədli, Murad Heydərli, Vagif Ağayev, Rəvanə Hüseynli, Muxtar Qasımlı, Fatimə Məmmədli, Mələk İsmailova, Mələk Hacıyeva, Mələk Yubzadə, Emil Abbaslı, Əli Əhmədli, Göyçək Əlizadə, Banu Şahpələngli, Mətanət Qasımova, Fatimə Muradova. Hər birini alqışlayırıq ayrı-ayrılıqda. Dostlar, təbrik edirik sizi. Uğurlarınız bol olsun. Mələk Allahquliyeva, Ayaz Səfərli, Cəfər Hacıyev, Fərəh Sadıqova, Mirsəyin Cabbarlı, İnqilab Aslanlı, Ayaz Adışov, Yusif Məmmədli, Oğuz Sadıqov, Fərəh İsayeva, Əli Əhmədzadə, Miray Ələkbərova, Aylin Hacılı, İnci Şükürova, Cahid Alxasov, Əli Rəhimli, Tural Həsənov, Şəlalə Əsədzadə, Yusif Nəsibli, Murad İbadov, İnci Gülməmmədova, Ənvər Aslan. Alqışlayırıq dostlarımızı. Onların uğurlarına sevimin davamını arzuluyoruz. Başlayırıq. Əli Əhmədli, Məryəm Məmmədzadə, Zeynəb Talıbzadə, Məryəm Talıbzadə, Solmaz Novruzova, Turqay Vəlizadə, Firuzə Əmirquliyeva, Nəzrin Məmmədova, Nəzrin Bağırlı, Ümid Haqverdili, Fərid Əliyev, Fatih Bədəlov, Elxan İsayev, Ayxan İsayev, Amin Bayramlı, Yusif Quliyev, Murad Zülfüqarov, İbrahim Soltanzadə, Yusif Quliyev, Nailə Gülməmmədova, Dəniz Qurbanova, Murad Qardaşzadə, Murad Mahmudov, Davud Xələfov, Nigar Səlimli, Hümbət Kəlbalıyev, Sadıq Məmmədzadə. Alqışlayan dostlarımızı.
Nəzərov, Mir Eyyub Nəzərov, Hüseyin Kərimli, Jasmin İskəndərova, Yunis Əlizadə, Əsmər Hüseynli, Murad Aslan, Nuray Quliyeva, Mədinə Məmmədova, Fuad İskəndərov, Elbruz Xudaverdiyev, Vaqif Bəbirzadə üzrəyirəm, Raul İmanlı, Harun Əliyev, Kamal Məhərrəmli, Nəriman Abbasov, Sevgi Mustafazadə, Səlim Əhmədzadə, Səyid Əhmədzadə, Banu Rəşidzadə, Cahid Hümbətli, Məryəm Orucova, Turan Murad Əliyev, Uğur Yusifov, Xədicə Quliyeva, Ucal Qliyev, Məhəmməd Sadıqov. Dostlar, təbrik edirik sizin hər birinizi. Alqışlar sizin üçündür, təbriklər sizin ünvanınıza səslənir. Yaxşı ki varsınız. Uğurlarınız davamlı olsun. Cavidan Quliyev, Aysel Ağayeva, Kamilla Ağayeva, Yusif Soltanzadə, Fərid Abdullazadə, Sübhan Məmmədli, Mina Salamova, Nihat Hüseynov, Mehriban Məmmədli, Ağarəhim Əlizadə, Əli Sarıyev, Musa Həsənov, Cəfər Hüseynov, Mikail Həsənov, Ayan Salmanlı, Kərim Salayev, Yusif Şükürzadə, Əli Şükürzadə, Zeynəb Quliyeva, Akif Kombayzadə, Nicat Seydaliyev, Əfqan Babayev, İbrahim Həsənzadə, Kamil Saruxanov. Alqışlayaq dostlarımızı və təbrik edək. Dostlar, uğurlar arzulayırıq sizə. Təbrik edirik nailiyyətlərinizin davamını diləyirik hər birinizə. Fatimə Sadıqova, Hümeyra Abdullayeva, Mirsəyid Seyidli, Cavidan Rızayev, Sona Əlizadə, Maksud İbrahimov, Nəriman Zalbayev, İlham Loymanzadə, Dəniz Babayeva, Ayan Xəlilli. Alqışlayırıq dostlarımızı, təbrik edirik ürəkdən. Rahatlıqla yerləşəsiniz. Biraz da bu tərəfə gələ bilərik. Gəl. Az sağ olun, bütün dostlarımıza yer çatsın. Yaxşısınız? Əla. Səməd Səmədzadə, Yusif Həsənzadə, Nəriman Zalbəyov,
Turqay Əliyev. Dostum, baxın. Davud Xələfov, Nailə Gülməmmədova, Nəriman Abbasov, Səyid Əhməd, Əli Rəhimli, Əli Məmmədzadə, Lalə Əliyeva, Hikmət Səmədzadə, Ömər Daşdamirov, Banu Məmmədova, Yusif Abdullazadə, Elcan Kazımlı, Sevda İsmailzadə, Ömər Oruczadə, Onur Səfər, İsmail Süleymanlı, Hümeyra Abdullayeva, Rəsul Eminli, Səfiyyə Qurbanova, Turqay Vəlizadə, Rüstəm Axundzadə, Cavid Musayev, Aylin Musayeva, Timofey Nazarov, Turan Muradəliyev, Məlahət Hüseynova və Camal Kərimov. Hər bir dostumuzu alqışlayırıq. Ürəkdən alqışlayırıq və təbrik edirik bizim dostlarımızı. Əziz dostlar, səhnədə gördükləriniz Tempo yarışmasının gümüş mükafatçılarıdır. Onları təqdim edək və medalları təqdim olunsun. Toğrul Zeynalov buradadır. Nihat Hüseynli buradadır. Cahid Kazımlı buradadır. Mirsuad Məmmədov, Fərid Abdullazadə, Kənan Əhmədzadə, Xədicə Məmmədli, Yusif Kazımov, Camal Əzizli, Səfiyyə Paşayeva, Melisa Avazzadə, Elmar Əhədov, Ruslan Ramazanov, Dəniz Əlizadə, Azərxan Allahverdiyev, Cavidan Əlizadə, Səlim Novruzov, Fərid Qurbanovu alqışlayırıq ürəkdən. Beləliklə, Stepco yarışmasının bürünc mükafatçıları səhnədədir. Murad Qardaşzadə, Fərəh İsayeva, Məhəmməd Hüseynov, Yusif Sultanzadə, Fatimə Hüseynli, Zəhra Nəcəfzadə, Nicat Fərəcli, Fəridə Abdülhəlimli, Nilay Şərifova. Sən gümüşsən, əla, aferin sənə. Raul İmanlı, Məryəm Hüseynova, Asiyə Zeynal, Emil Məmmədli, Ediza Abbas, Fuad Qarayev, Zəhra Əlizadə, Zəhra Rəşidova, Davud Nəsibli, Enes Səfərli, Bəxtiyar Məmməd Tağıyev. Hamısını alqışlayırıq dostlarımızı.
mükafatçıları bircə olar bakalım. Hüseyin Məmmədzadə, Rüfət Allahverdiyev, Yusif Seyfəlizadə, Fərid Yaqubzadə, Sara Aydemirova, Safiyə Malikli, Ülvin Abbasov, Fuad Əzimzadə, Əyyub Quliyev, Seyid Quliyev, Nadir Ağayev, Ayxan Abdullayev, Yunus Tağızadə, Nihat Şahbazov, Mətləb Əkbərzadə, Amin Mirzəzadə, Erkin Mirzəzadə, Zəhra Hüseynli, Rəşad Nəbiyev, Canan Xələfova, Eldar Eldarlı, Adil Nəsibli, Fərhad Quliyev, Həcər Həbibbəyli, Murad Hüseynli, Əjdər Məmmədov, Nəzrin Novruzova, Turan Abdullanı alqışlayır hamısını. Tempo yarışmasının bürünc mükafatçılarıdır hazırda səhnədə və onların medalları təqdim olunur bircə-bircə. Mükafatçılarımızı təqdim edək sizə. Enes Səfərli, Nuran Şəfizadə, Miray İsmailova, Bilal Süleymanov, Nailə Hüseynova, Leyla İbrahimbəyli, Gila Rüstəmli, Melisa Alizadə Paşa, Zəhra Qurbanlı, Lalə Məmmədli, Davud Əlizadə, Aylin Piriyeva, Mustafa Ələkbərli, Murad Lətifov, Elxan Qəribov, Yusif Daşdəmirli, Rəsul Əli, Elşən Nəzərli, Fuad Əhmədli, Yeva Yusufzadə, Akşin İlyaslı, Mirkanan Musazadə, Sənan Əlizadə, Fidan Nəsirova, Rüfət Təhməzov, Xədicə Aslan, Onur Kazımsoy, Zəhra Əlizadə, Hüseyin Sadıqov, Hikmət Səmədzadə, Mətin Müsəllimli, Ülvin Abbasovu alqışlayırıq. Təqdim edək Bahar Allahverdiyeva, Davud Nəsibli, Aylin Hüseynova, Nuray Nəsirova, İsmail İsmailzadə, Fətəli Abbasov, Zəhra Yusufova, Ruslan Ramazanov, Yılnaz Abdullazadə, Sadi Kərimli, Əli Bayramlı, Gəray İmanov, Ayla Cigərova, Azad Əhmədzadə, Ayla Əlizadə, Mədinə Qardaşzadə, Nilay Şərifova, Fuad Əlizadə, Fuad Aydınlı, Tamerlan Süleymanov, Tuncay Hamoyev, Nilay Rüstəmli, Mehdi Dəmirov, Toğrul Şeyda, Rauf Nağısoy, İlayda Gözəl,
Məhbubə Əliyeva, Ramal Əliyev, Ayan Məmmədova, Səməd Səmədzadə, Ramiz İsazadə, Səlim Novruzov, Zəhra Rəşidova, yenə sən, Bəxtiyar Məhməd Tağıyev. Alqışlayırıq dostlarımızı, dostum deyil yenə mən. Peki həmişə siz olasınız. Asəf Məmmədli təbrik edirik Asəf və davam edirik FİSO Beynəlxalq Riyaziyyat yarışmasının bürünc medalçıları ilə. Nur Rəhimova, Banu Məmmədli, Təbəssüm Məmmədova, Mehdi Baxşəliyev, Asim Quliyev, Rəşad Nəbiyev, Mir Mehdi Əzizli, Mərdan Quliyev, Mətin Mirzə, Aynur İsmailova, Nərgiz İsmailova, Nurgül Orucova, Sara Cəfərova, Daniel Nağıyev, Elxan Hüseynli, Egehan Hepçorman, Davud Süleymanlı, Uğur Həsənzadə, Təhmasib Şamilzadə, İdris Şamilzadə, Aydan Həsənzadə, Fidan Həsənzadə, Uğur Əhmədov, Nisə Abbaszadə, Emilia Səlimova və Onur Məmmədlini alqışlayırıq dostlar. Beləliklə, Nəzrin Novruzova, necə də bərk-bərk qucaqlayıb, İbrahim Oruclu, Fərhad Seydəliyev, Cavidan Əlizadə, Azərxan Allahverdiyev, Əjdər Məmmədov, Çingizxan Bayramov, Muradxan Babazadə, Ebru Sadıqova, Aylin Məmmədli, İdris Quliyev, Kənan Əhmədzadə, Elxan Əskərov, Aylin Təhməzli, Dəniz Əlizadə, Adil Nəsibli, Riyad Vəlizadə, Nadir Ağayev, Ayxan Abdullayevi alqışlayırıq dostlar. Demək, Mikail Səmədzadə, Murad Cəfərov, Salman Əliyev, Tamerlan Mustafazadə,
Sadiq Allahverdiyev, Murad Məmmədli, Zəhra Bayramlı, Yusif Hüseynli, Rəsul Məmmədov, Ayan Hümbətli, Gülafət Əhmədova, Əsmər Hüseynli, Nurlan Hüseynov, Tanrıverdi Zamanlı, Aylin İbrahimova, Nilüfer Məmmədova, Yusif Zakirli, Məryəm Quliyeva, Amal Mirzəzadə, Nahid Hacızadə, Xədicə Quliyeva, Əbülfət Məmmədov, Cabir Qurbanov, Aynur Qafarlı, Ömər Mikayıllı, Salman Ağaşirinov, Fərid Cəfərzadə, Nihat Hüseynli, Nurlan Məmmədli. Alqışlayırıq dostlarımızı. Aydan Seyidzadə, Xəyyam Ağayev, İnci Cəfərli, Cavad İbadov, Mikail Qasımov, Ayxan Qəribli, Amal Nəzirli, Tüncay Xəlilzadə, Fuad Ağasıyev, Arif İsayev, Məhəmməd İsrafilov, Elşən Xəlilov, Şahmar Əmrahov, İlay Fəracova, Kənan Naivov, Kənan Ələkbərov, Yusif Söhbətzadə, Uğur Ağazadə, Fatimə Əlizadə, Ayxan Dadaşov, Seyid Müzəffərli, Hüseyin Sultanzadə, Osman Kombayzadə, Yusif Kərimli, Züleyxa Məlikova, Adil Əlizadə, Cavid Nəzərli. Əhsən sizə dostlar, əhsən sizə, bravo sizə. Alqışlar sizin üçün səslənir. Bütün təbriklər sizə ünvanlanır. 1-2 davamlı olacaq. Bu hələ sadəcə bir başlanğıcdır. Amma bu gözəl başlanğıcdır. Çünki bundan sonrası daha böyük zirvələrdir, daha böyük nailiyyətlərdir. Əsas odur ki, siz yorulmayasınız, heç vaxt oxumaqdan usanmayasınız, valideynlərinizin, müəllimlərinizin sözünü daim eşidəsiniz, onda uğur sizinlə olacaq. Bir də özünə inanın, mütləq, özünüzə həmişə inanın, həmişə. Hoş geldin dostum sen de. Alqışlayan səhnədəki dostlarımızı, alqışlayan və təşrif edək. Yaqub Əliyev, Mehmet Mahmudzadə, Yusif İbrahimov, Omar Əliyev, Fəridə Nəsibli, Rəsul Dadaşov, Saidə Baxşəliyeva, Dinarə İçli, Məsuma Həsənli, Mələk Rəsulova, Sevgi Həsənli, Fərid Naci, Yusif Bayramov, Toğrul Adakişiyev, Sofya Nağıyeva, Mədinə Balakişiyeva, Hüseyin Hacıyev, Murad Zeynallı, Zeynəb Zeynallı, Səlim Allahverdiyev, Adil Talıblı, Asif Məhərrəmov, Kifayət Həbliyeva, Fərid Hüseynzadə. Alqışlayırıq dostlarımızı, alqışlayırıq ürəkdən. Çünki onlar yorulmadılar, onlar əzm göstərdilər, onlar zəhmət çəkdilər və bugün o çəkdikləri zəhmətin bəhrəsini bu səhnədə əldə edirlər və bu hələ dediyimiz kimi yolun başlanğıcıdır.
Çələbi, Camal Xətizadə, Günay Nəzərli, Duyğu Səmidzadə, Cavad Abdiyev. Dostum çevirək. Ay sağ ol, ay sağ ol. Ramal Basqallı, Rəvan Basqallı, Fəridə Həsənzadə, Zəhra Kərim, Hüseyin Qeybətov, Maksud Tağıyev, Şüküfə Əlili, Ünal Əliyev, Dəniz Hüseynəliyev, Onur Zaman, Sevinç Vəlizadə, Sadiq Mahmudzadə, Heydər Mirzəzadə, Aslan Xəlilov, Sədi Zalov, Tahirə Dəryahi. Alqışlarınız! Ve medallarını təqdim edirik. Paşa Paşayev, İnci Hümmətova, İnci Əskərli, Səidə Əzizli, Erkin Sarıkşiyev, Nüsrət Ağayev, Emil Abdullazadə, Nigar Hüseynova, Banu Mirzəliyeva, Tamerlan Həsənzadə, Nəzrin Kazımova, Gülay Bayramov, Çingiz Qurbanlı, Zeynəb Tağızadə, Firuzə Ağasıyeva, Elbrus İmanov, Fatimə Əliyeva, Raul Abbaszadə, Şərbət Məmmədli, Mehin Həsənli, Nazlı Ələkbərli, Selin Rəsulzadə, Məryəm Əlibəyova, Məmməd Şükürzadə, İlkin Əliyev, Pünhan Həcəliyev, alqışlayırıq dostlarımızı, alqışlayırıq, təbrik edirik. Bilirik ki, asan değildi, bilirik ki, çətin idi, bilirik ki, çox çalışmışsınız, amma dəyərdi, hə dostlar, dəyərdi. Məhz bu an üçün dəyərdi, burada olmaq üçün dəyərdi və bundan sonra daha böyük uğurlarımızın şahidi olmağımızı diləyirik, həm sizə, həm özümüzə. Alqışlayaq dostlarımızı, alqışlayaq, təbrik edək. Cəsur Abbaszadə, Elman Talıblı, Xəzər Məmmədov, Elcan Mənsimli, Məhəmməd Rəsulzadə, Ayaz Muradbəyli, Əli Məmmədli, Yadigar Xudaverdili, Mədinə Həşimova, Zərifə Quliyeva, Zəhra Təhməzova, Sevil Alıyeva, Nigar Seyidli, Amelia Levçenko, Məryəm Əhmədova, Yusif Əliyev, Mircəlal Mövsümlü, Toğrul İsmailzadə, Cəfər Məmmədli, Nicat İskəndərli, Davud Zülfüqarlı, Röya Cəbiyeva, Leyla Malikli, Nailə Əkbərli, Tapdıq Quliyev, Nazlı Ağaməmmədova və Esmeralda Ağaməmmədova. Təbrik edirik, alqışlayırıq onları. Onlar bugünün ulduzlarıdır. Onlar elə sabahın da ulduzlarıdır. Uğurları davamlı olsun.
Təqdimata başlayaq. Hazırsınız, alqışlayırsınız. Ay, çox sağ olun. Ümid Bayramlı, Mirsahib İskəndərli, Fərəh Quluzadə, Sədaqət Kazımova, Məryəm Ağazadə, İradə Quluzadə, Adnan Quluzadə, Aslan Rızayev, Uğur Rəhimov, Adil Hüseynzadə, Tugay Məmmədov, Rəfiqə Abbasova, Nurxan Abbaslı, Aman Ağayev, Dəniz Balaşzadə, Əli Həşimli, Nisə Rəfiyeva, Uğur Mədinəli, Cəlil Qədirov, Ayan Aşırova, Yusuf Məmmədov, İbrahim Məlikzadə, Fərəh Şeyda, Burla Xatun Mehdiyeva, Leyla İsmailova, Nihat Məmmədov, Qaraxan Süleymanlı. Dostlarımızı alqışlayırıq. Aferin sizə dostlar, əhsən sizə dostlar, yorulmadan çalışdınız və bugün nailiyyətləriniz göz önündədir. Təbrik edirik. Yolunuz uğurlu olsun, yolunuz davamlı olsun, işıqlı olsun. Deyəcəksiniz ki, bax mənim uğurlarım belə başlamışdı. Alqışlayırıq dostlarımızı. Heç yorulmuruq onları dəstəkləməkdən, onların uğurlarına sevinməkdən, işığına toplanmaqdan. Çox sağ olun dostlar. Uğurlarınız davamlı olsun, yolunuz açıq olsun və ən əsası sağlam olun, sağlam böyüyün, xoşbəxt böyüyün. Gözəl dünyada böyüyün. Arzumuz budur. Təşəkkür edirik hər birinizə. Valideynlərimizə güc, qüvvət, səbir, sağlıq arzuluyuruq, müəllimlərə minnətdarlığımızı bildirir və təbii ki, bugün burada iştirak edən hər kəsə dərin təşəkkürümüzü bildirir. Görüşmək ümidilə, salamat qalın.